Salam dostlar. Uşaqlar, bugün biz tarixi şəxsiyyətlər mövzusu daxilində bir neçə tapşırığı birlikdə yerinə yetirəcəyik. Elə isə gəlin A tapşırığına nəzər salaq. Uyğun sözləri əlavə etməklə cümlələri tarix və onu yaradanlar mətninin məzmununa uyğun tamamla. Gəlin ilk cümləyə baxaq. Tarixi hadisə dedikdə nə nəzərdə tutulur? Gəlin xatırlayaq. Bəli, tarixi hadisə dedikdə müharibə, elmi ixtira, coğrafi kəşflər nəzərdə tutulur. Nağıl, rəvayət, dastan, lətifə şifahi xalq ədəbiyyatı nümunələrindəndir. Arxeoloqların qazıntılar zamanı aşkar etdikləri qədim əşyalar, şəhər, kənd qalıqları tarixi öyrənməyə kömək edir. B tapşırığına diqqət edək. Ya eşşək ölər, ya şah lətifəsini dinləyin və mətndəki əsas obrazları müəyyən edin. Uşaqlar, indi isə mən sizə tövsiyə edirəm ki, dinləmə mətnini dinləyərkən qeyd dəftərçənizə mətnə dair faktları, hər hansı məlumatları qeyd edəsiniz və daha sonra sualları cavablandırarkən bu qeydlərdən istifadə edəcəksiniz. Elə isə gəlin mətnimizi dinləyək. Bir gün Teymurləngə bir eşşək bağışlayırlar. Mollanın da pulu qurtarıbmış. Teymur üzünü mollaya tutub deyir: "Hə molla, danışmırsan? Yoxsa bu eşşəkdə istedad yoxdur?" Molla işıq yeri görüb tez cavab verir: "Niyə yoxdur? Qiblə-i aləm sağ olsun. Bu eşşək ağıllı heyvana oxşayır. Onu mənə versəniz, ona adam kimi danışmağı öyrədərəm." Teymur çox maraqlanıb deyir: "Yaxşı, verirəm. Şərtini de." Molla deyir: "Şərtim biraz ağırdır. Bu dəfə iş zəhmətlidir. Gərək mənə 5 il möhlət verəsən. Hər gün də bir qızıl verəsən." Teymur razılaşır. Molla hesablayıb günə bir qızıldan 5 illik maaşını Teymurdan alır. Eşşəyin də noxtasından tutub gətirir evə. Pulu arvadına verib deyir: "Bu pulları al xərclə. Görək başımıza nə gəlir." Sonra əhvalatı arvadına danışır. Arvad deyir: "Ay kişi, sən nə deyirsən? Eşşək də danışar." Molla deyir: "Mən elə bilirdim, bircə Teymur avamdır ki, mənim sözümə inanıb. Demə, sən də onun tayı imişsən." "Əlbəttə eşşək danışmaz." Arvadı hirslənir. "Bəs onda niyə boynuna götürmüsən?" Molla deyir: "Qəribə sual verirsən. Görmürsən bir anbar pul gətirmişəm?" Arvadı deyir: "Yaxşı, bəs 5 ildən sonra ki, vədə tamam olacaq, onda nə cavab verəcəksən?" Molla biraz fikirləşib deyir: "Götür pulları evə bazarlıq elə. Allah kərimdir, 5 ilə kimi ya eşşək ölər, ya şah. Elə ikisi də dünyanı tutturmayacaq ki." Uşaqlar, indi isə gəlin dinləmə mətninə görə sualları cavablandıraq. Mətndəki əsas obrazları müəyyən edin. Əsas obrazlar, bəli, Teymur və Molla idi. C tapşırığına diqqət edirik. Dinlədiyin ya eşşək ölər, ya şah mətninə əsasən suallara qısa cavab yaz. Hansı suala cavab yoxdur? Birinci sualımız: Molla eşşəyi danışdırmaq üçün hansı şərti irəli sürür? Gəlin qeydlərimizə baxaraq sualı cavablandıraq. Bəli, o Teymurdan 5 il möhlət və hər gün bir qızıl tələb edir. Növbəti sual: Molla arvadının "Bəs 5 ildən sonra nə edəcəksən?" sualına necə cavab verir? Xatırlayaq. Bəli uşaqlar, o bildirir ki, 5 ilə kimi ya eşşək ölər, ya şah. Növbəti sual: Teymura eşşəyi kim bağışlayır? Bəli uşaqlar, bu sualın cavabı mətndə yox idi. Növbəti tapşırığa baxırıq. Ya eşşək ölər, ya şah lətifəsinin məzmununa istinad edərək fikirləri əsaslandır. Gəlin ilk fikrə baxaq. Molla fürsətçildir. Bəs niyə belə düşünürük? Molla eşşəyin danışmayacağını bildiyi halda Teymuru aldadaraq 5 il ərzində hər gün bir qızıl almağı bacarır. O, vəziyyətdən məharətlə istifadə edərək öz xeyrinə çevirir. Növbəti fikrə baxaq. Teymur sadəlövdür və tez inanır. Gəlin bu fikri də əsaslandıraq.
Teymur mollanın eşeyə danışmağı öyrədəcəyinə inanır və onun şərtlərini qəbul edir. Bu, onun çox tez inanmasını və sadəlövhlüyünü göstərir. Bax belə uşaqlar, bu günlük dərsimiz bu qədər. Sağ olun, növbəti dərslərdə görüşərik.